Cücələrimizi dünən gətirdik, qoyduq bu korobkiyə. Buranı dünən təmizlədim və cücələr buradadır. Neyse, daha yaxından göstəreyim. Necə də gözəldirlər. Bir şey deyildi. Yoldaşım səhər-səhər burada ot yığır mallara aparmaq üçün. Gedirik baxmağa. Burada biri yatır, biri de orada. Aç da. Cıraq bu. Qalxız bax burada. Yok, bunun altında hiç. Necə də qoruyur balalarını. Bunun altından 3 tane çıxıb. 3 tanesini götürək gedək. Baxın necədir gişik. Ay. Sığalamağa imkan verir. Burada məni vuracaqlar bu çürtlərə gidirəm. Görürsən bunu sığalasam. Bu əli vurmayayım. İndi gedək buranı da açaq. Mən açıram. Gəlin siz də. İndi gedirəm yem verməyə. Şimdi oturdum bir tane çay içmeye. Qabları yuftardım. Qonaqlarçıyımı sırışıqlamı sönmüşdü. Ona görə qabları yanmamışdım. Oğlum isə burada oynayır. Və istəyirəm oturum bir tane çay içeyim. Belə bir konfetlərlə. Aslında çox tatlıdır. Mənə xoşuma gəldi. Roche firmasındandır. Ona görə də qəşəng tatlıdır. Səhərsi gündən sizi salamlayıram. Dünən video çəkə bilmədim və bugün çəkirəm və baxın da biraz da çoxalıb mənim balalarım. Açım sizə göstərim. Dünən çürtün altından yenə də yumurtalar çıxmışdı. Ona görə də onları da çıxan yumurtaları da gətirdik bura. Hamısını elə bir kürtə verəcək də bütün balaları. O birisiləri buraxacaq. İndi hal-hazırda 27 dənə cücə var. Hələ səhərci edib baxmamışam. Yine bəlkə də yenə yumurta çıxıb. Yenə çıxsa onları da bura gətirəcək.